getirməliyim, yox, sabah özüm gələcəm. Ödədiyim pulu çıxardacaq, ondan sonra problem yoxdur. Nə diyorsunuz? Maşın gəlməlidir. Bir də nə ki, gətirmirəm. Bir kəm o istəyirəm ki, denə ki, mən maşınsız gəlirim. Mən sən qəbul eləmərəm maşınsız. Bu birinci sual var, qabaq. İkincə də qalanda deyirəm ki, deyin ki, maşını gətirmirəm. Bir dənə o sözü eşidim, mən sizə zəhv vurmayacağım. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi əziz dostlar. Mən təxminən bir həftə bundan öncə Saray qəsəbəsində yerləşən Gold Cars 777 avtosalonundan danışmışdım. Orada Qasımov İlkin Tapdıq oğlunun müraciəti əsasında çəkiliş verdi dəyərli dostlar. Günlərdir şikayətlərin sayı hesabı bitmir. Bizə çox sayılı vətəndaş müraciətləri gəlir. Video müraciət göndəriblər, indi onu biz verəcək efirə. Mən bu bizə gələn vətəndaş müraciətlərini həmən Gold Cars 777 avtosalonunun bəzi əməkdaşlarına WhatsApp vasitəsilə göndərirəm. Adamlar vətəndaş müraciətini mən onlara göndərirəm. Onlar bilirsiniz mənə deyirlər, dəyərli dostlar. Deyirlər ki, sən bizi şantaj eləyirsən. Deməli, mən bu problemlərin ictimailəşməsinin qarşısını alıram. Deyirəm, sahibkardır, kifayət qədər indi geniş alıcı kütləsi var, nə bilim, avtomobil satır, mənfi təsir bağışlanmasın. Adamlar mənə deyirlər ki, orada bir xanım var. Adını çəkmək istəmirəm. İndi çəkəcək bizim şikayətçi vətəndaşlarımız. Mənə deyir ki, sən bizi şantaj eləyirsən. İndi mən də gələn bütün vətəndaş müraciətlərini Gold Cars 777 ilə bağlı kimin nə şikayəti var, göndərin mənə. Mən ictimailəşdirəcəm dəyərli dostlar. Görək bizim vətəndaşlarımız nə deyir dəyərli dostlar. Salam, hər vaxtınız xeyir. Mənim müraciətim jurnalist Elnur Şükürovadır. Mənim Saray qəsəbəsində 776 avtosalon var. Keçən il 25-ci ilin fevral ayında mapı lazım oldu, dedilər orada verirlər. Apardım maşımı orada, qoydum pul götürmək üçün. Getdim oraya, maşımı qoydum. Ayda 312 manat mapı dedilər verəsən. Mən də 3000 manat pul götürdüm oradan. 3000 manat dedilər, 1200 manat verdilər. 3000 manata dedilər ki, verək. 1200 manat verdilər, nağıl pul əlimə. Geldim 77 DD 698 numaralı Prius maşın. Mənim özümdə 25'lərdə sormuşam. Cənab Vlayətə Evrozova məktub yazmışam bu barədə. Kamran Əliyevdə məktub yazmışam bu barədə. Heç bir cavab gəlməyib. Və orada dedilər ki, ged istərsən ki, mən müraciət etsinlər. Fərqi yoxdur maşın bizimdə. Mən bilmirəm, hardan oldu maşın onları. Maşından tam başqa adamlar olmuşam. Biz onları tanımırdım. Dedim, maşın xarab oldu, mən Barisat olanda. Uşaqlara deyim, aparımı suya verir. Aparda suya qoyurlar. Oradan da orada Salih deyilən bir xanım var. O gəlib maşını götür, aparır oradan. Sinə sənətlər pulumuzu alıb, hansını aparır. İndi heç birine xəbər yoxdur. Nə deyil, nə sənət var, nə pul var. Hamısı boş maşın gətirmişəm. Yerdə maşını götürlər özlərlə. Dəyərli dostlar, əlil arabasında olan bir vətəndaşın müraciətini təqdim elədim sizə. Hörmətli adəti qurumlarında diqqətinə çatdırıram. Demək, daha bir vətəndaş bizə WhatsApp nömrəmizə səs göndərib. Ona da qulaq asaq, görək bu vətəndaş nə istəyir. Salam Elnur müəllim, ötərsiniz. Sizin ərazilərin Bədər rayonunun 32-lər kəndindəndir. Salmanov Zöhrab Qəhrəmanoğlu. Mən də sizin baxdım, nədir onun adı, avtosalona. Avtosalonda mənim də başıma elə bir iş gəlibdir. Mən 3 ay
almıştım maşını. Onlardan Eşem elimden götürmüştüm. 3300 manat da pul vermiştim. 3 ay ödedim. 3 aydan sonra ben zəng elədim ki, belə də mənim anam xəstədir, mən ödəyə bilmirəm də, mən nətər edeyim bunu. Oradan zəng elədilər ki, maşını evakuator göndərib gətirək. Dedim, yox, evakuator gətirməyin, özüm gətirib qoyaram maşını. Dedi, hə, özün götür gəl onunla. O, nə də haqq hesab edəcək, pulumu da verəcək. Mən də elə gecə çıxdım, getdim, səhərdə çatdım ora, səhər işləyəm. Çatdım, maşını təhvil verdim, 4 dənə altında təzə təkər almışdım. Hamısını bir dənə də tərf etmədim. Verdim, getirdim maşına baxış keçirəndən sonra dedilər ki, get bir həftəyə pulumuzu da verəcəyik. Narahat olmayın. Bir həftədən sonra zəng elədim, dedilər ki, gözlə. Bir ay keçdi, vermədilər pulu. 2 ay keçdi, vermədilər pulu. 3-cü ayda yenə getdim ora. Dedim ki, belə, siz belə demişsiniz. Bana dedi ki, get, bizi sağ pulu verə bilmirik, maşını da ver. Dedim ki, onda maşını verin də, maşını, ben siz belə deməmişdiniz axı. Dedilər, nə maşın verir, nə pul verir. Belə qaldı. Çıxdım, gəldim evə. Dedim ki, belə bir də, dedim, sağ olun. Arıda heç də demədim. Deməli, dəyərli izləyicilər, eynən Qasımov İlkin Tapdıq oğlunun başına gətirilən oyun onlarla vətəndaşın başına oyun açıblar bu Gold Cars 777 avtosalonunda. Mən adamların WhatsApp nömrəsini atmışam bloka. Mən adamlara bir dənə olsun vətəndaş müraciəti göndərməyəcəm. Çünki adamlar adamla şər danışırlar. Şər. Bu Gold Cars 777 avtosalonunda xanım da demək istəmirəm. Rüsalə adlı bir qadın var orada. Danışığı təhdid, hədə-qorxu, gətirirsən gətir, gətirmirsən mənə bir kəlmə söz denəm, mən özüm biləcəm. Orada Şahin müəllim var, bilməm o Şahin müəllim kimdir. Buyurun, eşidirəm. Ünvan haradır məncə, yaxınlaşım ünvana. Ünvanda deyiləm də, ünvanda olsam durub sizin yanınıza gələrdim. Ünvanda deyiləm. Maşın haradadır, qoy evakuatora göndər. Maşını arxana mən pul ödəmişəm, maşını niyə göndərim axı ora? Gətirməzsən? Nətər? Gətirməzsən deyirəm. Götürməyəm yox, heç sabah özüm gələcəm. Ödədiyim pulu çıxardacağım, ondan sonra problemi yoxdur. Nə deyirsin? Maşın gəlməlidir. Bir dənə ki, gətirmirəm, bir kəm o istəyirəm ki, dənə ki, mən maşınsız gəlirəm, mən sən qəbul eləmərəm maşınsız, bu birinci sualı qabaq. İkincə də qalanda deyirəm ki, deyin ki, maşını gətirmirəm, bir dənə o sözü eşidim, da mən sizə zəh vurmayacam. Yox, gətirmirəm demirəm mən. Gətirmirəm, mən pulu ödənişi ödəmişəm. Mənim zəhmət olmasa, ödəmişsən, yaxşı eləmişsən. Sabahlarım saat 10'da, demirsən indi ünvanda yox ha. Ben o maşını kamerayla taxmam, mənim üçün bir birdə, amma istəmirəm də hörmətsizlik eləyəm. İstər Qasımov İlkin Tapdıq oğlunun o müraciəti əsasında gedib etdiyimiz çəkiliş zamanı, istər indi, istər gələcəkdə hər zaman mən canlı yayından bildirirəm ki, qarşı tərəf olaraq mövqeyiniz varsa, yazın, göndərin, çəkin, göndərin, ictimailəşdirək. O şəbəkə, o avtosalon Cars 777 avtosalonu adəti qurumların nəzarəti altında olmalıdır. Orada xüsusən pullar kartdan karta köçürülür. İlkin Qasımov deyir. Mən buradan Vergilər Nazirliyinə, Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edirəm. Orada vətəndaş aldanmağı varsa, vətəndaşlar orada incidirilirsə, xahiş edirəm, məsələ götürülsün nəzarətə. Bizim mövzularımız davam edəcək. Oradakı o problemlər həllini tapana kimi, vətəndaşların müraciətlərinin həllini tapana kimi bizim yayımlarımız davam edəcək. Kimin bu Gold 777 avtosalonundan şikayəti varsa, oradan zərər çəkibsə, çəkin, göndərin, paylaşaq dəyərli dostlar. Belə daha bir yayımın sonuna gəldik. Yayımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.